Salam əziz və dəyərli dinləyicilər. Mən bugün sizə Səməd Vurğunun əsərləri üzrə olan testlərin izahını verəcəm. Başlayaq elə birinci sualdan. Deyir, Azərbaycan şeiri ilə bağlı uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq deyirsəm, bədii məzmun, qafiyə quruluşu A, 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 B, B, C, 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 D, D kimidir. Bəli, bu əslində doğru fikirdir. Lakin bizdən bədii məzmun deyirsə, biz bunu bədii məzmununa götürə bilmərik. Bu doğru fikirdir. Ancaq bu birinci bura aid idi. Bədii məzmuna yox, bədii formaya aid idi. Ona görə biri götürmürük. Şair Azərbaycanı anası və doğma vətəni hesab edir. Bəli, doğru fikirdir. Biz bunu harda görürük? Deyir, anam doğma, deyir, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Daha sonra lirik qəhrəman gedəcəyi yerdən asılı olmayaraq yurd yuvasının Azərbaycan olduğunu qeyd edir. Bəli, deyir, mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana. Hanki səmtə, hanki yana, hey uçsam da yuvam sənsən, elim, günüm, obam sənsən. Daha sonra bədii formaya baxaq. Zəngin qafiyəyə rast gəlinir. Doğru fikirdir. Bir çox deməli bəndlərdə biz buna rast gəlirik. Məsələn, deyir, çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu yara. Baxın, dağlardan, lardan. Görürsünüz hamısında lardan. Daha sonra son iki misrasında da arazları, yarı, arı. Burada da biz bunu görürük. Zəngin qafiyə ümumiyyətlə nədir? Zəngin qafiyə 2 və daha çox heyecanın qafiyə yaratmasıdır. Biz də bunu görmüş oluruq. Daha sonra bədii formaya baxaq. Bədii sualdan istifadə olunmayıb. Deyir, bu yanlışdır. Deyir, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Deməli, istifadə olunubdur. Bizdən uyğunsuzluğu istəyirsə 1 və 5-i götürürük, yəni A bəndi. İbrahim xan və Şah Qacar obrazlarını müqayisə edərək uyğun fikirləri seçin. Oxşar cəhətlər və fərqli cəhətləri veriblər. Eldarın həbs olunma əmrini verir. Bu oxşar cəhət deyil, bu İbrahim xana aiddir. Vaqifi zindana saldırır. Bu da İbrahim xana aiddir. Deməli, yəni Şah Qacara aid deyil. Fərqli cəhətlər, Vaqif tərəfindən yazılan məktub onu qəzəbləndirir. Bu Şah Qacar idi, fərqlidir, bəli. Əsir Gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Bu da Şah Qacar idi, bu da fərqli cəhətdir. 3 və 4. Deməli, cavabımız olacaq D bəndi. Daha sonra 3-ə baxırıq. Deyir, Azərbaycan şeiri ilə bağlı hansı fikir yanlışdır? Yanlışı istəyirsə, Bakının buruqlarının təsvirinə də yer verilir. Bəli, doğru fikirdir. Deyir, bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq, buruqları hayqıraraq, nərə salır boz çöllərə, işıqlanır hər dağ, dərə. Bu doğru fikirdir. Daha sonra Nizamilərin və Füzulilərin ölməz olduğu deyilir. Bəli, deyir, ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər, əlin qələm, sinən dəftər, de gəlsin hər nəyin vardı. Deyilən söz yadigardır. Bilmirəm, yanlışlıqla hər halda burada əlin qələm, sinən dəftəri metafor kimi götürüblər. Amma bu qətiyyən metafor deyil. Burada təşbehdən istifadə olunmuşdur. Mən bunu əsərin təhlilini də verəndə orada sadəcə çaşqınlıq yarandı. Dedim, necə ola bilər burada metafor kimi veriblər. Amma belə düşünəndə orada təşbehdən istifadə olunubdur. Yəni, siz də onu təşbeh kimi götürün. Əlin qələm, sinən dəftər. Aha, deməli, bu da doğru fikir. Dağların gözəlliyinin təsvirinə də yer verilibdir. Bəli, deyir, sıra dağlar, gendərələr, ürək açan mənzərələr, ceyran qaçar cüyürmələr, nə çoxdur oylağın sərin, sənin aranın yaylağın sənin. Bu da doğru fikirdir. Daha sonra ölkəmizin taleyindən uğursuz günlərin olduğunu vurğulayır. Bəli, doğru fikirdir. Deyir, düşdün uğursuz dillərə, nə saylara, nəsillərə, nəsillərdən nəsillərə keçən bir şöhrətin vardı, oğlun qızın bəxtiyardı. Şair vətənimizin böyük bir keçmişi olduğunu, yaşının isə bəlli olduğunu deyir. Bəlli olduğunu yox, bəlli olmadığını deyir. Deyir, bircə saniyə.
Aha, deyir, dağlarının başı qardı, ağ örpəyin buludlardı, böyük bir keçmişin vardı, bilinmir yaşın sənin, nələr çəkmiş başın sənin, nələr çəkmiş başın sənin. Burada bircə saniyə, bax burada Y variantda yanlışlıq var, çünki yaşının bəlli olmadığını deyir. O qədər qədim tarixə, qədimliyə sahibdir ki, onun yaşının da bəlli olmadığı vurğulanır. Dördüncü sualda deyir, Vaqif obrazının təhlilində uyğun fikirləri seçən xarakteri həqiqi dostdur. Bəli, biz bu dostluğu harda görürük? Vidadi ilə dostluğunda. Nə qədər gedib sarayda yaşasa da öz belə deyək dostunu unutmur. Bədbindir, xeyr. Bədbinliyi biz Vidadi üçün deyə bilərik. Vaqif nikbin bir şair idi. Əməli Xuramanı etdiyi əmələ görə cəzalandırmaq istəyir. Bu Vaqif yox, Əli bəy idi. Əli bəy. Onun oğlu. Qacar və onun əyanlarına çəkinmədən cavab verir. Bəli, bu doğru fikirdir. Nitqi. Qızılı udsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Bu isə Vidadinin nitqidir. Vaqifin nitqi deyil, Vidadi. Deməli, bizdən nə istəyirdi? Uyğun fikirləri istəyirdisə 1, daha sonra 4, 1 və 4 və B bəndi. Daha sonra 5-ə baxırıq. Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana, hanki səmtə, hanki yana, hey uçsam da yuvam sənsən, elim günüm, obam sənsən. Baxın, burada görürsünüz, ana, 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 sənsən, sənsən, yuvam sənsən, obam sənsən. Hə, bunlar yox, bir dəqiqə, yuvam sənsən, obam sənsən, burada yox. Burada bax, ana, 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 görürsünüz, iki hecadan, iki heca və daha çox hecadan ibarət olan qafiyələr zəngin qafiyə yaradır. Burada da analar, ana, 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 zəngin qafiyə yaratmışdı. Nəysə, sualımıza baxaq. Verilən bəndlə bağlı doğru fikirlərdir, hansıdır? Vətəni el-oba adlandırır. Doğru fikri istəyirsə, bəli, vətəni el-oba adlandırır. Deyir, elim, günüm, obam sənsən. Yalnız yoxsul qafiyə var. Xeyr, yoxsul qafiyə yalnız, məsələn, bax, deyir ki, yuvam, obam. Bax, burada yoxsul qafiyə var. Çünki biri uvamdır, biri obamdır. Burada yoxsul qafiyə var. Çünki am, ikisi qafiyələnir öz aralarında. Burada yoxsul qafiyə var. Amma bu 3 dənəsi isə zəngin qafiyə yaradır. Vətəni ana ilə müqayisə edilmir. Niyə edilmir? Deyir, mən bir uşaq, sən bir ana. Onu bənzədir də, müqayisə edilir də. Özünü quşa bənzədən şair hara uçsa oranın vətəni olduğunu deyir. Xeyr, əksinə deyir, hara uçsam da yuvam sənsən. Bu təhlildə isə demək istəyir ki, güya hara uçsa yuvası orasıdır. Xeyr, bunlar hamısı yanlış fikirlərdir. Şair özünü ana obrazı ilə müqayisə edir. Özünü yox, vətənini müqayisə edir, özünü yox. Cavabımız oldu nə? A bəndi. 6-ya baxırıq. Klasteri tamamlayacaq fikirləri seçin. Eldar obrazı İbrahim xana sərt cavab verir. Bəli, doğru fikirdir. Bir növ orada Eldarı deyir, qoy deyir, gedib təzəyinidir tapdalasın. Yəni öz, necə deyərlər, qoyunları ilə, quzuları ilə məşğul olsun. Burada nə işi var? Mənim hüzurumda. Vaqif də deyir ki, o mənimdir qonağımdır, sənin qonağın deyil. Və bu zamanda Eldar ona tutarlı bir cavab verir. Deyir ki, əgər səni də deyir şah eləyən, səni də deyir bu yüksəyə gətirən deyir, elə xalqdır. O, belə deyə də bəyənmədiyin xalqdır. Orada gözəl bir ifadə işlədir. Belə, yəni, doğru fikirdir. Ondan sonra elə İbrahim xanın Eldardan xoşu gəlmir. Vətənpərvər qəhrəmandır, bəli, doğru fikirdir. Bizə də burada doğruları istəyir. İbrahim xanın Qacarın qoşunu ilə vuruşur. Qacarın qoşunu ilə vuruşur, amma İbrahim xanın qoşunu ilə vuruşduğunu görmürük. İbrahim xanın casusunu öldürür. İbrahim xanın casusu kim idi? İlyas. İlyası kim öldürür? Kürd Musa. Musa öldürür. O da İlyas istəyir ki, Eldarı arxadan vursun. Bu zaman Musa onu öldürür. Eldar da deyir, nə baş verir? Niyə onu öldürdün? Deyir, səni deyir, o heyvan deyir, səni öldürəcəkdi. Deməli, Gürcülərə vətənlərinə dönməkdə yardım edir. Bəli, Eldar yardım edir. Cavabımız olur nə? Bizdən nə istəyirdi? Tamamlayacaq. Yəni olur 1 və 4, yəni C bəndi. 7-yə baxırıq. Hansı atalar sözü Azərbaycan şeirinin məzmunu ilə səsləşir? El igidləri ilə tanınar.
Yox. Asılsan da uca bir budaqdan asıl. Yox. Yersiz gəldi yerli qaç. Yox. Bu dünyada şirin şey bir anadır, bir vətən. Bəli. Qoçun buynuzu qoça ağırlıq eləməz. Bu da yox. Cavabımız olur D bəndi. Bu dünyada şirin şey bir anadır, bir vətən. Obrazların xalqa münasibətində uyğunsuzluğu bizdən istəyir. Qacarın münasibəti yanına xahişə gələn qocanı təhqir edir. Bəli, bu doğru fikirdir. Hətta orada qapıçı var idi, Zülfüqar. Qapıçı deyir, ata, buyurun. Ona bir ata kimi müraciət edir. Burada bir də qapıçının yaxşı obraz olduğunu görürük. Amma Qacar ona bir növ qovur da, yəni ona çox pis davranır. Günahsız insanları qətlə yetirir. Doğru fikirdir. Xalqının dilinə hörmət edir. Xeyr, xalqı nə idi? Özü Azərbaycanlı idi, amma fars dilində deyir yaz. Vaqifə deyirdi ki, farsça yaz. Hardan hörmət etmiş olur? Vaqifin münasibəti xalqa bağlıdır, bəli. Xalqın yanlış idarə olunduğunu, onlara qarşı mülayim davranıldığını düşünür. Bu yanlış fikirdir. Bu əslində İbrahim xanın fikri idi. İbrahim xanın fikri idi. Deyirdi ki, orada şeyxlə söhbəti var idi. Deyirdi ki, xalqa üz vermək olmaz. Xalqı gərək nə qədər cahil olsalar bir o qədər yaxşıdır ki, bəs onları itaətdə saxlaya biləsən. Belə. Eldara olan münasibəti, xalqa olan münasibəti kimi mənalandırıla bilməz. Niyə mənalandırıla bilmir? Bu da yanlış fikirdir. Çünki Eldar bir kənd nümayəndəsi idi, kəndli idi və Vaqifin ona münasibəti bir növ elə kəndlilərə olan münasibətini təmsil edirdi. Burada yanlışlığı istəyirsə uyğunsuzluğu 3, 5 və 6 olacaq, yəni C bəndi. Ananın vətənə münasibətində doğru fikirləri müəyyən edin. Ananın öydü əsərində övladını vətən yolunda qurban verməyə hazır deyil. Xeyr, bu yanlış fikirdir, hazırdır. Anlayır ki, oğlu ruh yüksəliyi ilə döyüşə getsə vətənə daha xeyirli olacaq. Bəli, onu belə deyək, ona ruh yüksəliyi verir. Ona deyir ki, tüfəngini təmiz saxla, atını isə tumarla. Lazım olsa özü də vətən yolunda döyüşməyə qadir olduğunu xatırladır. Yox, bu yanlış fikirdir. Vətəninə layiq onu qorumağa malik övlad yetişdirdiyini görürük. Bəli, doğru fikirdir. Cavabımız olacaq 2 və 4, yəni A bəndi. Ona baxırıq, hansı fikir sual işarəsinin yerinə yazıla bilər? Vaqif və Oqtay Eloğlu əsərlərində əsərin həyata əks etdirmə üsulu göstərmə deyil. Göstərmə nədir? Baxın, göstərmə, biz demişdik ki, epik əsərlərdə əsas həyata əks etdirmə üsulu göstərmədir. Həyata əks etdirmə dramatik növdür və belə deyək, epik əsərlərdə təhkiyə, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə isə göstərmə əsas rol oynayır. Burada da əsərin həyata əks etdirmə üsulu göstərmə deyil, yəni dramatik növ deyil deyir. Yanlış fikirdir, dramatik növdədir hər ikisi. Qadın obrazlarından birinin adı Tamaradır. Bəli, bu biz Vaqifdə də görürük, Oqtay Eloğlu'nda da görürük. Oqtay Eloğlu'nda da Gürcü qızı idi, Vaqifdə də Gürcü qızı idi, səhv eləmirəmsə, bəli, Gürcü qızı idi. Baş qəhrəman dəbdəbəli həyatı seçib. Xeyr, nə Vaqif, nə Oqtay Eloğlu. Əsərdə qəddar şah obrazı yoxdur, Vaqifdə var. Baş qəhrəmanın sevdiyi sərvətə meyillidir. Vaqifinki bəli meyillidir, Xuraman, amma Oqtay Eloğlu'nda Firəngiz meyilli deyildi.